ildən etibarən icbari tibbi sığorta çərçivəsində pulsuz verilən dərmanların siyahısı genişlənəcək. Bəs yeni siyahıda yer alan dərmanlar hansılardır? Ümumiyyətlə vətəndaşlar hansı dərmanların ödənişsiz verilməsini vacib hesab edirlər? Əməkdaşlarımız məsələ bu barədə reportaj hazırlayıb izləyək. Hazırda əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan dərman preparatları, həmçinin stasionar müalicə alan və dövlət proqramlarına daxil olan xəstəliklər üzrə dərmanlar pulsuz verilir. Bu ildən etibarən isə icbari tibbi sığorta çərçivəsində pulsuz verilən preparatların siyahısı genişləndiriləcək. Məsələn, əlimdə olan bu dərman şəkər xəstəliyinin müalicəsi üçündür və ödənişsiz verilir. Bu ildən etibarən isə bir sıra xəstəliklər üçün dərmanlar da pulsuz təmin olunacaq. Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların bu il pulsuz təminata daxil edilməsi planlaşdırılır. Həmin yeniliklərlə bağlı hazırda icbari tibbi sığortada iş aparılır. Pulsuz dərman almaq üçün artıq həkim resepti kifayətdir. Ancaq diqqət edilməli vacib bir məqam odur ki, pasiyentlər həmin dərmanları yalnız icbari tibbi sığorta ilə müqaviləsi və xüsusi loqosu olan apteklərdən əldə edə biləcəklər. Əlbəttə bizim bazamız var. Birinci əsas bir elektron sistemi yetərincə tətbiq eləməliyik. Bu elektron resept sistemi təqdim olunduqdan sonra bütün bazada olan dərmanların hamısı Səhiyyə Nazirliyinin xəttində görsənəcək və həmin icbari sığorta ilə göndərilən həmin xəstələr və biləcəklər hansı aptekdə, hansı stokda, hansı dərmanlar var. Ya bu da ki, insanlarımıza və tibbdə işləyən həkimlərimizə böyük kömək olacaq. Ya kimsə dərman axtarmayacaq. Aptekin öz, belə deyim, şəxsi gücünə, yəni ki, potensialına, yəni necə deyim, dərmanı alıb əhaliyə sata biləcək gücünə aiddir. Bəzi dərmanlar olur ki, məsələn, tutaq ki, xəstənin daim istifadə elədiyi dərmanlar olur ki, həmin aptek bilir ki, bu həmin xəstəyə lazımdır və həmişə alır, onu aptekində saxlayır, verir. Bəs görəsən, vətəndaşlar hansı dərmanların pulsuz paylanmasını daha məqsədə uyğun hesab edirlər? Elə dərmanlar var ki, qiymətdə çoxdur. Ala bilmirik, gücümüz çatmır. Tələbat olan dərmanlar verilsin. Məsələn, mən təzyiq xəstəsiyəm, şəkərim də var. İstəyərdim ki, onlar normal verilsin yəni. Çünki yaşlı nəsil həmin dərmanlardan 60%-dən çoxu istifadə edir. Bəli, pulsuz dərmanlardan istifadə edirlər. Mütəxəssislər isə bildirirlər ki, mövsümi xəstəliklərin artması dərmanlara olan tələbatı artırır və bu xüsusilə gündəlik istifadə olunan preparatların əhəmiyyətini önə çıxarır. Son vaxtlar yayılan xəstəliklərlə bağlı qızdırma salıcı dərmanlar, müəyyən burun-boğaz spreylərinin istifadəsi xüsusilə daha da çox artmışdır. Əlbəttə ki, bu xəstəliklərin müalicəsində lazım olduqda, ehtiyac olduqda antiviral dediyimiz virus əleyhinə və ya antibiotik dediyimiz bakteriya əleyhinə dərmanlardan da istifadə edirik. Bu dərmanlara da son zamanlarda bu mövsümlə əlaqədar tələbat çoxdur. Bunlar ola bilər. Ekspertlər bildirir ki, apteklərin dərman təminatı əsasən onların yerləşdiyi ərazi və tələbatla birbaşa bağlıdır. Yeri gəlmişkən, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədi ilə 38 saylı şəhər poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib. Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli şəhər poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək. Şahnun Qasımova, Zahir Zahidoğlu, Jalə Gözəlova, ATV Xəbər. Ölkə üzrə minlərlə fərdi yaşayış